Yan, neynirsən? Axı səhv edirsən. Necə yəni? Belə hiptrast eləyərlər. Mən anladım sən nəyi nəzərdə tutursan. Bilirsən necədir? Son illərdə biomexaniki araşdırmalar artıq köhnə qarın içəri sıxılmış və belin düz olma versiyasını biraz istisnalara gətirir. Biz ömür boyu bunu qarın əzələləri sıxılıb, beli düz korpusu saxlayaraq öyrənmişik. Son biomexanik analizlər onu göstərir ki, bəzi qadınlarda korpusu bir qədər önə əyərək hiptrast etmək qut aktivliyini daha yaxşı hiss etməyə kömək edə bilir. Biz illərlə öyrənmişik ki, qarın içəri çəkilməlidir, korpus düz qalmalıdır, hərəkət tam stabil olmalıdır. Bu prinsiplər onurğa təhlükəsizliyini qorumaq üçündür və ilkin versiyada təqdim olunur. Amma biomexanika araşdırmaları göstərir ki, hiptrast zamanı əsas yük hip ekstensorlara, xüsusilə isə gluteus maximusa düşür. Korpus və çanaq hərəkətdə köməkçi stabilizator rol oynayır. Bəs onda düz olan hansıdır ki? Ona görə də gəldiyimiz nəticə budur ki, əgər sizin biomexaniki cəhətdən orqanizminiz, gücünüz, belinizin sağlamlığı buna icazə verirsə, siz korpusu əyərək ehtiyatlı şəkildə hiptrastı edə bilərsiniz. Amma bu öz başınıza bu informasiyanı aldıqdan sonra olmamalıdır. Başa çıxan bir mütəxəssisin nəzarəti altında bu edilərsə, bu yanlış sayılmır. Çox maraqlı bir fakt və məlumat verdin. Təşəkkür edirəm. Mütləq nəzərə alacağam və bu versiyanı görəndə səhv olduğunu düşünməyəcəm.